Rəhman və Rəhim olan Allahın adı ilə. Səsli məqalə 2. Öncəliklərimizin həyatımıza olan təsiri. Psixoloji baxımından öncəlik insanın daxili dəyərlərin davranışa çevrilməsidir. Əgər bir insan ailəm mənim üçün dəyərlidir deyib zamanının böyük hissəsini lazımsız sosial şəbəkələrdə keçirirsə, onun real öncəliyi ailəsi deyil, anlıq həzləridir. İnsan resursları, vaxt, enerji, diqqət məhduddur. Öncəlik bu resursları ən vacib olana yönəltməkdir. Bir müsəlman üçün həm də bu bir əmanət məsələsidir. Bizə verilən ömür sərmayəsini hara yatırdığımızın fərqində olmaqdır. Burada Allah Rasulunun sallallahu aleyhi və səlləmin hədisini xatırlamaq yerinə düşər. Abdullah ibn Məsuddan radiyallahu anhudan rəvayət edildiyinə görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Adəm övladı qiyamət günü 5 şeydən sorğu-sual olunmadıqca Rəbbinin huzurunda bir addım belə ata bilməz. Ömrünü harada və necə tükətdiyindən, gəncliyini harada və necə keçirdiyindən, malını haradan qazandığından, malını hara xərclədiyindən, öyrəndiyi elmlə nə dərəcədə əməl etdiyindən. Bu 5 sual əslində bizim həyat matrisimizdir. Biz bu matrisi necə dolduracağımızı seçərkən çox vaxt fərqinə varmadığımız bir tərz ilə hərəkət edirik. Həyatın bu səs-küyündə nəyin əmanət, nəyin isə israf olduğunu anlamaq üçün gəlin məşhur bir universitet auditoriyasına baş çəkək. Professor bir gün dərsə əlində böyük bir vedrə ilə girir. Tələbələrinin qarşısında həmin qabın içərisini iri daşlarla doldurmağa başlayır. Qabın ağzına qədər dolduğundan əmin olduqdan sonra tələbələrə sual verir. Sizcə bu qab doludurmu? Tələbələr bir ağızdan bəli, doludur deyirlər. Professor gülümsəyir və masanın altından bir torba xırda çınqıl daşlar çıxardır. Qabı sirkələyərək çınqılları daşların arasına tökür. Çınqıllar boşluqlara yerləşir. Professor yenidən soruşur. Bəs indi doludurmu? Tələbələr biraz tərəddüdlə deyəsən doludur deyirlər. Bu dəfə isə professor bir qab qum çıxardır və iri daşlarla çınqılların arasında qalan ən kiçik boşluqlara qumu doldurur. Son olaraq isə masasındakı bir fincan suyu qaba boşaldır və beləcə qab tamamilə dolur. Bu təcrübə bizə vizual bir dərs versə də, eksistensial psixoloq Rollo May bu mənzərəni psixoloji bir cümlə ilə xülasə edir. Əgər hər şey vacibdirsə, deməli heç nə vacib deyil. Bu iki yanaşmanı sintez etdikdə qarşımıza həyatımızın acı həqiqəti ortaya çıxır. Qum dənələri, hər şeyin vacib görünməsi. Əgər biz hər gələn bildirişə, hər gələn boş söhbətə, hər anlıq həzzə bu da vacibdir deyib, həyat qabımızı əvvəlcə onları doldururuqsa, Rollo Mayın dediyi xaos yaşayacaq. Hər şey öncəlik olanda əslində heç nə öncəlik olmur. Çünki əsl dəyərlər, iri daşlar, qum dənələrinin arasında boğulub qalır. İri daşlar, həqiqi öncəliklər. Professorun dərsi bizə öyrədir ki, həyat bir seçim sənətidir. İradəli bir insan və ya şüurlu bir müsəlman bilir ki, iri daşlara, yəni ailəyə, mənəviyyata və ruhun tərbiyəsinə yer ayırmaq üçün bəzi qum dənələrindən şüurlu şəkildə imtina etmək lazımdır. Psixologiyada bu iradənin gücüdürsə, mənəviyyatda nəfsin tərbiyəsi və təqvadır. Biz çox vaxt seçim etməkdən qaçırıq, lakin Rollo May bizə xatırladır ki, seçim etməmək əslində ən böyük seçimdir. Bu həyatımızın idarəsini təsadüflərə və anlıq həzlərə, yəni qum dənələrinə təslim etməkdir. Hədisdə buyurulan o 5 sual isə əslində qabımızın nə ilə dolu olduğunu iri daşlarla, yoxsa qum dənələri ilə son hesabatıdır. Bir çoxumuzun öncəliklərimizi, yəni prioritetlərimizi özümüzün seçdiyini düşünürük. Lakin dərindən baxdıqda 5 əsas gücün təsirini görürük. 1. Sosial təsdiq və mükəmməllik tələsi. İnsan fitrətən sevilmək və qəbul edilmək istəyir. Lakin bugün el nə deyər qayğısı mənəviyyatımızın önünə keçib. Başqalarından afərin almaq üçün ruhumuzu ac qoyub, vitrinimizi karyera, xarici görünüş, bahalı əşyalar ilə bəzəməyi öncəlik edirik. Bu isə daxili dünyamızda özünə yadlaşma dediyimiz psixoloji gərginliyi yaradır. 2. Alqoritmlərin idarə etdiyi diqqət, rəqəmsal təsir. Müasir dövrdə prioritetlərimizi çox vaxt barmağımızın altındakı ekranlar təyin edir. Sosial media bizə daim nə isə qaçırdığımızı pıçıldayır. Nəticədə əslində çox vacib olan təfəkkür, ibadət və ya ailə ilə səmimi söhbət kimi sakit öncəliklər ekranın rəngli və səs-küylü dünyasına məğlub olur. Eyni zamanda məşğul olduğumuz sosial mediada bizim şəxsiyyətimizin formalaşmasında mihəng daşı rolunu oynamağa başlayır. 3. Keçmişin kölgələri, şüuraltımız. Uşaqlıqda valideynləri tərəfindən yalnız nailiyyətlərinə görə təqdir olunan uşaq böyüyəndə dayanmağı özünə qadağan edir. Öncəlik həmişə daha çox iş olur. Bu mənəvi bir ehtiyacdan çox
uşaqlıqdakı sevgi boşluğunu doldurmaq cəhdidir. Onu da vurğulamalıyıq ki, insan yalnız Rəbbinin huzurunda olduğu kimi qəbul edildiyini dərk etdikdə, bu süni öncəlikdən azad ola bilər. 4. Nəfsin indi və burada istəyi. Psixologiyada buna ani həzzin təmini deyilir. Nəfs həmişə asan və ləzzətli olanı istəyir. Məsələn, səhər namazına qalxmaq mənəvi bir öncəlik olsa da, nəfs üçün o an yuxu daha öncəlikli görünür. Əgər iradəmizi tərbiyə etməsək, öncəliklərimizi, dəyərlərimiz deyil, anlıq duyğularımız idarə edəcək. 5. Sosiumun gücü. Dost seçimi və ətraf mühit. Prioritetlərimizi müəyyən edərkən çox vaxt unudulan, lakin ən güclü təsirə malik olan amil ətrafımızdır. Psixologiyada sosial yoluxma anlayışı var. Biz ən çox vaxt keçirdiyimiz 5 insanın ortalamasına çevrilirik. Psixoloji baxış, əgər ətrafınızdakı insanlar daim maddi qazanclardan, anlıq əyləncələrdən və başqalarının həyatından danışırlarsa, sizin vacib bildiyiniz ali hədəflər zamanla solmağa başlayacaq. Beynimiz qəbul olunmaq üçün ətrafın prioritetlərinə uyğunlaşır. Mənəvi baxış, İslamda yaxşı dost məsələsinə verilən önəm məhz bu təsirə bağlıdır. Allah Rəsulunun sallallahu aleyhi və səlləmin buyurduğu kimi, insan dostunun dini üzərədir. Elə isə hər biriniz kiminlə dostluq etdiyinə diqqət etsin. Yəni biz öncəliklərimizi qorumaq istəyiriksə, mütləq o öncəlikləri paylaşan və ya onlara hörmət edən bir ətraf seçməliyik. Professorun təcrübəsini və bu 5 maneəni nəzərə alaraq həyatımızı nizama salmaq üçün Eisenhower matrisini bir mənəvi süzgəc kimi istifadə edə bilərik. Həyatın səs-küyündə nəyin əmanət, nəyin isə israf olduğunu anlamaq üçün psixologiyada geniş istifadə olunan Eisenhower matrisini mənəvi süzgəcdən keçirərək tətbiq edə bilərik. Bu metod bizə işlərimizi 4 kateqoriyaya bölməyə kömək edir. 1. Vacib və təcili, böhranlar və haqlar. Bunlar təxirə salınmaz işlərdir. Məsələn, vaxtı gəlmiş bir namaz, ailədəki qəfil bir problem və son müddəti çatan peşəkar öhdəlik. Bir psixoloq kimi deyə bilərəm ki, həyatını ancaq bu kvadratda yaşayan insan daim stres və tükənmişlik içində olur. 2. Vacib, amma təcili olmayan inkişaf və əmanət sahəsi. Məqaləmizin əsas nöqtəsi buradadır. Bura şəxsi inkişaf, Quran oxumaq, ailə ilə keyfiyyətli vaxt, idman və uzun müddətli hədəflər daxildir. Bunlar təcili deyil, heç kim bizi məcbur etmir. Amma həyatımızın keyfiyyətini və axirət sərmayəmizi bura təyin edir. Əgər bura vaxt ayırmırıqsa, deməli, əmanətə qarşı laqeydik. 3. Təcili, amma vacib olmayan başqalarının prioritetləri, boş zənglər, vacib olmayan bildirişlər və ya başqalarının bizə yüklədiyi mənasız tapşırıqlar. Bunlar bizim enerjimizi oğurlayır, görünməyən düşmənlərdir. 4. Nə təcili, nə də vacib. Həzz tələsi. Məqalənin başında qeyd etdiyimiz o sosial şəbəkə asılılığı, məqsədsiz vaxt öldürmək məhz bu kvadratdır. Bu ömür sərmayəsinin birbaşa iflasıdır. Müşahidələrimiz göstərir ki, insanlar adətən 4-cü kvadratın anlıq həzzinə qaçıb, 2-ci kvadratın əsl dəyərlərin hüzurunu itirirlər. Halbuki Rəbbimizin bizdən soruşacağı o 5 şey məhz bizim 2-ci kvadratda nə dərəcə sadiq qaldığımıza bağlıdır. Öncəliklərimizi müəyyən etmək bir dəfəlik hadisə deyil. Hər gün yenilənən bir iradə savaşıdır. Psixoloji bütövlüyümüz daxili dəyərlərimizlə zahiri davranışlarımızın üst-üstə düşməsindən asılıdır. Əgər dilimiz İslam və ailə deyib, əlimiz saatlarla mənasız məşğuliyyətlərdədirsə, bu ziddiyyət bizdə daxili gərginlik və ruh düşkünlüyü yaradacaqdır. Unutmayaq ki, qiyamət günü bizə veriləcək o 5 sual əslində bizim prioritet imtahanımızdır. Ömür sərmayəmizi hara yatırdığımızın hesabını bizdən soruşulacaq. Bizdən kiçik bir tövsiyə. Bugün bir vərəq götürün və Eisenhower matrisini öz həyatınıza tətbiq edin. 4-cü kvadratın, faydasız həzlərin işığını söndürün ki, 2-ci kvadratın, əsl dəyərlərin nuru həyatınızı aydınlatsın. Çünki seçim etmək həm də nədənsə imtina etməkdir. Biz fani olanı deyil, baqi, əbədi olanı seçməyə borcluyuq. Əgər biz müsəlmanlar olaraq prioritetlərimizi insanların rəğbətindən, yaradanın razılığına çəkməyi bacarsaq, təkcə fərdi deyil, həm də ictimai bir psixoloji sağalma yaşayarıq. Bəs sizin həyat qabınızda bugün hansı daş ən yuxarıdadır?